ne olursa olsun Nil Monze artık börekçi olarak alınacak. Eskort olarak değil. Əgər bir şəxs fərqi yoxdur, hər kimdir, kişidimi, qadındımı, cinsiyyətini dəyişib, dəyişməyib, fərqi yoxdur. Bir insan əxlaqsız bir yoldan dönürsə, daha əxlaqsızlıq etmək istəmirsə, özünə yeni bir həyat qurmağa çalışırsa, mane olmayın, əngəl olmayın. İmkan verin, həyatını düzgün bir şəkildə yaşasın. Və bunu deməkdə də məqsədim qətiyyən o şəxsi dəstəkləmək deyil. Bir kişinin cinsiyyətini dəyişməsinə qarşıyam. Bu mənim şəxsi mövqeyimdir. Bunu doğru hesab etmirəm. Amma bir adam fərqi yoxdur, hər kimsə yanlış bir yoldan, bir əxlaqsızlıqdan dönürsə, ona gərək mane olmayasan. Çünki heç kəs sabahından sığortalanmayıb.